Bugün hava soyuqdur, çox soyuqdur. Dedim borş bişireyim. Borşa nə qatılır? 15 ildir burada yaşayıram. Ən ləzzətli borşu bura gələndə yemişəm. Soğandır. Mən rondada keçirtmişəm hamısını. Görürsüz xırda-xırdadır. Biz uşaqlar soğan yemir, onun üçün belə eləmişəm. Çuğundurdur. Bunu da rondadan keçirtmişəm. Və kələmdir. Kələmi də rondadan keçirtmişəm. Kök qatırlar. Və mən hinduşkanı qaynatdım. Bax, hinduşkanın əti qaynatdım. Ev damaşlı hinduşkasıdır da, uşaqlar üçün eləyirəm. Və bunu körpə uşaqları yedizdirmək olar. Uşaqlar üçün də xeyirlidir. Bulyondur, süzmüşəm hinduşkanı və qəşəng qaynatdım. Və ətini də belə didib təmizlədim. Suyunu da süzdüm ki, sümüyü qalmasın. Uşaqlar məktəbdən gələndə boş yeyəcəklər, istəyirlər məndən. Və indi hazırlamağını da göstərəcəm. Dadlı olur. Mən indi sarımsaq yoxdur. Sarımsaq da qatanda yaxşı olur. Soğan belə qızaranda kökü də qatıram. Kök də belə soğan kimi qızarır. Bu tez bazar başa gəlir. Ona görə bu üsula elədim. Soğanla kök burada qızarınca bu tavada da biraz yağ döktüm. Çuğunduru qızardacağım. Ən sonda bunu tökəcəm. İndi əlavə edirəm kartuşkanı. Bəx, qeyd eləmədim kartuşkanı. Kartuşkanı tökdüm. Ət bizdə çox pişib deyə indi tökməyəcəm o əti. Biraz da bu qızarsın belə qəşəngcə. Kələmi də əlavə edirəm bura. Və buz töküb qarışdırıram ki, kələmlər biraz ölsün burada. İndi isə hinduşkanın bulyonundan tökəcəm. Suyuna duz tökmüşdüm deyə hələ ki baxmamış, çox tökmək istəmirəm. Ən sonda baxıb dadına tökəcəm. Çuğundur da qızarır. Bunu niyə belə eləyirəm? Çünki borş qırmızı olur. Ən sonunda bunu qızardıb tökürsən. Bir də bunun bir üsul var ki, borş qırmızı qalması üçün 9% uksuz. 2 qaşıq töküləndə borş daha da qırmızı olur. Qəşəng görünür. Yəni kim qırmızı xoşlayırsa belə eləyə bilər. Mən xoşlayıram qırmızı, onun üçün belə eləyəcəm. Burada da kələmlə kartuşka qızarır. Dediyim kimi bu tez başa gəlir, onun üçün bunu elədim. Tələsirəm. Ona görə bu üsula elədim. Və nə edirəm? Bulyon tökürəm. Bulyonu suyunu süzmüşdüm. Tökürəm. Əti sonda deyəndə bişənə yaxın tökəcəm. Çünki ət yetərincə bişib. Mən biraz əlavə su da tökdüm. Azdır, ona görə. Bulyon azdır. Kələb çox yekə olanda yemirlər bizdə evdə. Ona görə mən qərar verdim ki, rondadan keçirim, belə eləyim. Və mən bura əlavə edirəm. Lavloris tökürəm. Çuğundur bişir. Ən sonda çuğunduru əlavə edəcəm. İstəsəz sizdə uksusdan yoxsa limonla, sok da əlavə eləyə bilərsiniz. Yəni problem yoxdur. Artıq borşum qaynayır. İndi çuğundurunu əlavə edəcəm və ətini əlavə edəcəm. Mən bura əlavə elədim çuğunduru və əti əlavə elədim. İndi biraz da qarışmalıdır. Bişməlidir bir 10 dəqiqə. Sonra altını söndürəcəm və borşumuz hazır olacaq. Sonda yadımdan çıxdı ki, ətinin adı petruşka vurulur və belə qəşəng dadlı borş alınır. Baxın necə gözəl qırmızı oldu. Hələ ekranda tam görünmür. Boq çıxır deyə onun üçün. Bunun səbəbi çuğunduru həm qovurmağımızdır, həm də uksus əlavə elədim. Uksus yoxsa dediyim kimi limon suyundan da istifadə edə bilərsiniz. Belə. Şu hazır olur. Petruşka tökəcəm və salam. Əgər sizdə də uşaqlar kələmi yekə xoşlamırsa, sevmirlərsə belə
rondadan keçirə bilərsiniz. Baxın, bilinmir. Yox, əgər belə xoşlamırsa doğraya bilərsiniz. Hər şey rondadan keçirdim. Ümid edirəm ki, uşaqlar bəyənəcəklər, həm də yeyəcəklər. Mən bura tomat da tökmüşdüm. Yayda hazırladığım tomatdan. Yadımdan çıxdı, bax, göstərmədim. Tomat da əlavə eləmişim. Siz də yağ soğana tomat əlavə eləyə bilərsiniz. Və yaxud da çuğunduru qızardanda dökə bilərsiniz.